Gəlin keçmiş davam edici zamanı öyrənək. Keçmiş davam edici zamanı, burada da baxın qeyd eləmişim, 2 dənə adı var. Biri past progressive, digər adı da past continuous. Hər ikisi işlənir. Əvvəllər düzü daha çox past continuous işlənirdi. Amma sizin dərsliyinizə artıq adını past progressive şəklində salıblar. İkisi də doğrudur, ikisi də ümumiləşdirikdir. İkisini də bilməlisiniz. İndi baxarıq bu zaman necə düzəlir. Qısa formada baxaq. Bu zaman keçmişdə müəyyən bir vaxtda baş verib, amma davam eləməkdə olan hərəkəti bildirir. Yəni keçmişdə olub hadisə və keçmişdə də davam eləyibdi o müddət ərzində. Və burada dəqiq vaxt olur həmişə keçmiş davam edici zamanda. Düstur necədir? Birinci bizim mübtədamız gəlir, sonra was were gəlir, sonra əsas feil, sonra feilimizin sonunda ing. Ing şəkilçisini unutmuruq. İnkar düzəldəndə adi formada was were-dən sonra sadəcə not yazırsınız. Sual düzəldəndə baxın bu təsdiqin üstə düzəldirik ya. Təsdiqin üzərində was were-ü cümlənin qarşısına keçiririk. Yəni necə? Baxın bu təsdiq cümlədə ilə sual düzəltmək istəyirəm. Bu was were-ü buradan götür, gətir cümlənin başına qoy. Və yaxud da inkar düzəltmək istəyirəm. Bu was were-dən sonra gətir sadəcə not qoy. Bu qədər sadədir. Gəl nümunəmizə baxaq. Deyirəm ki, they were eating dinner. Onlar nahar yeyirdilər. They mübtədamdır. Deməli, were eating xəbərimdir. Deməli, Z-yə görə were qoydum. Feilimin sonuna ing-i unutmadım. İnkarını düzəldəndə were-dən sonra not qoydum. Sualdan elədik? Were-ü qarşıya keçirdik. İndi burada bir dənə was were-ün işlənməyinə baxın. Ayda, hidə, şidə, itdə was olur. Çünki was tək xəbərdir qızlar. Bunu yadınızda saxlayın. Amma we, you, they, onlar, siz və biz. Bunlar cəm xəbərdir, were-lə işlənirlər. Deməli, ayda, hidə, şidə, itdə was. Bidə, yuda, zeydə were işlənir. Bir qeydi yadda saxlayın. İzin keçmişi was'dur, arın keçmişi də were-dür. Eyni qaydadır. Yəni izlə təklik bildirirdisə, was-da təklik bildirir. Arına cəmlik bildirirdisə, were-də cəmlik bildirir. Baxın, ing-ləri unutmayın burada, görürsünüz. Burada işləmə formalarını vermişəm. Keçmişə dəqiq vaxtda baş verən hərəkətlərdə işlənir. Məsəl üçün deyir ki, at 7 o'clock yesterday. Dünən saat 7-də I was watching TV. Mən televizora baxırdım. Baxın, televizora baxmağım dünən saat 7-də olubdu. Dəqiq vaxtı mənə veribdi. Bax, məsəl üçün, deyirəm ki, dünən saat 12-də mən sizə video çəkirdim. Hadisə dünən baş verib, dünən də davam eləyir və saat 12-də baş verib, dəqiq vaxt göstərilir. Bu tip hərəkətlərdə biz keçmiş davam edici zaman istifadə edirik. Məsəl üçün, deyirəm ki, dünən nə yedirdin? Deyirsən ki, dünən saat, məsəl üçün, 3-də mən dərs oxuyurdum. Baxın, dəqiq vaxt var, dərs oxuyurdum. Amma desən ki, mən dərs oxuyurdum, onda past simple-da verəsən. Başa düşdünüz? Amma deyirəm ki, saat 3-də dərs oxuyurdum, dəqiq vaxt vermişəm sən orada. Orada past continuous verirsiniz. Sonra başqa hərəkətlə kəsilən uzun hərəkətlərdə. Bu nə deməkdir? Baxın, mən nəsə bir hərəkət eləyirəm, uzun davam edən bir hərəkətdir. Gəlir başqa bir hərəkət də baş verir, mənim hərəkətimi yarımçıq qoyur. Baxın, I was studying when the phone rang. Bax, deyir ki, telefon zəng çalanda mən dərs oxuyurdum. Burada dərs oxumaq uzun hərəkətdir. Eləmi? Telefon zəng çalıbdı, mənim bu uzun hərəkətimi yarımçıq qoyubdu. O hərəkəti kəsibdi. Məsələn, deyirəm ki, mən video çəkirdim. Mən video çəkəndə Ümid yuxudan oyandı. Mənim video çəkməyim davam edən hərəkətdir. Mən bunu çəkərkən Ümid oyandı, hərəkətim ortada dayandı, yarımçıq kəsildi. Bu tip cümlələrdə istifadə edə bilərsiniz. Sonra eyni zamanda baş verən hərəkətlərdə. Bu məsələn, indi baxın cümlə necə dəyişirəm. Deyirəm ki, mən sizə video çəkərkən Ümid yatırdı. Baxın, mən çəkirəm, mənim hərəkətim də burada davam eləyir. Ümidin yatmağı da davam eləyir. Hərəkət kəsilməyib ha. Bu ikisi də davam eləyirsə, o zaman da biz bu zamanı istifadə edə bilirik. Və bu da while-ın uzlaşmasıdır adətən. While-dan sonra past continuous, burada past continuous olur. Deməli, burada nəyə fikir verirsiniz? She was reading while I was cooking. Deyir, mən bişirərkən o oxuyurdu. Bu burada özü üçün bişirir, bu da burada özü üçün oxuyur. Davam edən hərəkətlərdir. Keçirik növbətimizə. Uzun sürən fon hərəkətləri. Fon hərəkətləri bilirsiniz nədir aşağılar? Background sözünü eşitmiş olarsınız. Deyirəm ki, məsələn, təbiəti, hətta bir əsər yazılıbdır. Təbiəti təsvir edir ki, məsələn, quşlar uçurdular, mahnı oxuyurdular, yağış yağırdı, nə bilim, günəş öz şəfəqlərini saçırdı. Bu tip cümlələr, bax, bu fon hərəkətdir. Bu tip cümlələrdə biz davam edici zaman verə bilərik. Yoxsa keçmiş davam edici verə bilərik. The sun was shining and the birds were singing. Günəş parıldayır və quşlar mahnı oxuyurdu.
Sonra zaman zərfləri. Baxın, bütün zamanların açar sözləri bizim zaman zərfləridir. Və bir növ bunu belə düşünün. Mən buna bəzən signal words da deyirəm, siqnal sözləri. Niyə? Baxın, tutaq ki, adi həyatla qarşılaşdıraq da, maşın sürəndə biz siqnal verəndə dayanırıq ki, biz ehtiyatlı olmalıyıq da, maşını dayandırmalıyıq. Siqnal sözlərdə, zaman zərfləri də odur. Sizə siqnal verir ki, sən hansı zaman istifadə eləməlisən. Sənə bir mesaj göndərir. Baxın, hansılardır? At set time yesterday. Ən çox işlənən biri budur. At set time yesterday. At 7 o'clock yesterday. Burada rəqəm dəyişə bilir. Dünən saat 7-də, dünən saat 5-də və dünən həmin vaxt deməkdir. The whole day last Sunday. Keçən bazar günü, bütün gün boyunca. All day long yesterday. Dünən bütün gün boyunca. All day ola bilər, all day long ola bilər, bütün gün boyunca, bütün günü. Bunlar keçmiş davam edici zamanı göstərir və bu zaman zərflərini əzbərləyin ki, sonra o biri zamanlarla qatmayın. Çünki zaman zərfləri bizim üçün bir mayak rolu oynayır. Biz o zaman zərflərinə uyğun olaraq sapırıq ki, cümləmiz hansı zamanda olmalıdır. Gəlirik cümlələrimizə. I was working in the garden. Mən bağda işləyirdim. I olduğu üçün was fe'lim dayıncı qəbul edibdir. Yenə zaman zərflərini burada yenidən vermişəm. Buna göz gəzdirərsiniz yenə. Aha, uzlaşma məsələsi. Uzlaşma məsələsi nədir? Deməli, birinci sizə baxın, burada ağ yer var. Burada sizə bir şey öyrədim. Baxın, İngilis dilində, Azərbaycan dilində də belədir. Hər cümlənin bir mübtədası, bir xəbəri olur. Və həmin mübtəda xəbəri olan cümlə sayılır sadə cümlə. Baxın, gəlin bunun üstündə deyim. Məsəl üçün, bu cümləni götürürəm. Burada When-dən sonra olan hissəni mən silirəm. Bir dənə cümlə qaldı. The children were climbing the trees. Uşaqlar ağaca dırmaşırdılar. Kim? Uşaqlar. Nə edirdilər? Dırmaşırdılar. Nəyə? Ağaca. Bu da tamamlıq. Eləmə. Bir mübtədam var, bir xəbərim var. Cümlənin arxası yoxdur, ha, görmürük. Bu oldu sadə cümlə. Eləmə. İndi baxın. Bura qədər bir dənə cümləm var. İndi bura baxıram. Elə bilin, ikində də bu yoxdur. Jane shouted. Jane qışqırdı. Kim qışqırdı? Jane qışqırdı. Bir mübtəda xəbər də burada var. Deməli, onda belə bir şey ortaya çıxır. Burada bir mübtəda, bir dənə xəbər. Burada da bir mübtəda, bir xəbər. Deməli, bir cümlədə olur 2 dənə mübtəda, 2 dənə xəbər. Onda buna biz deyirik mürəkkəb cümlə. Və bu mürəkkəb cümləni buradakı cümlə ilə, buradakı cümləni when bağlayıcısı bir-birinə bağlayır. Anladınız? Baxaq. Deyirəm, the children were climbing the trees when Jane shouted. Jane qışqıranda uşaqlar ağaca dırmaşırdılar. When, əgər bax, birinci hissəni açsam, when'in bu bir tərəfini açsam, Jane qışqırdı. Özü ayrılıqda bir cümlədir. Sadə cümlədir. Tək başına. Amma yenə də bu hissəni açsam, when'dən bu tərəfi açsam, onda da uşaqlar ağaca dırmaşırlar. Bu da özü sadə cümlədir. Amma heç nəyi atmayıb, ortada da bu iki cümləni when-dən bağlasam, bu olur mürəkkəb cümlə. Və bu mürəkkəb cümlədə bir şeyi yadda saxlayırıq ki, həm bu bağlayıcılardan sonra when-ə, while-da, if-də, as soon-as-də, nə bilim, till-dir, until-dir, o qədərdir ki, bu bağlayıcılar. Bu since-dir, bu bağlayıcılarda biz uzlaşmada yadda saxlayırıq ki, həmin o bağlayıcıdan sonra gələn cümləyə baş cümlə deyirik. Əks tərəfə də biz deyirik budaq cümlə. Və burada bir şey unutmuruq. Bunları niyə biz ad qoymuşuq ki, baş və budaq cümlə? Baş cümlə ona görə deyirik ki, əsas məna burada ifadə olunur. Baş cümlədir. Budaq cümlə odur ki, budaq cümlə baş cümləni tamamlayır. İndi gəlin ikinci cümləyə baxaq. My dear sister cooked yummy cakes while I was sleeping. Birinci nəyə baxırıq? Mənə deyin görün, burada budaq cümlə hansıdır? While bağlayıcıdır. While'dan sonra gələn isə mənim olur baş cümlə. Əks tərəf olur budaq cümlə. Tutardı mı bu? Sonra, baxın, burada bir mübtəda, bir xəbər var while-dan sonra. Burada da yenə bir mübtəda, bir xəbər var. Deməli, hər cümlənin ayrı-ayrıqdan mübtəda xəbəri var. Bunu while bağlayıcısı birləşdirib bir dənə mürəkkəb cümlə yaratdı. Deməli, I was sleeping, mən yatarkən bacım, əziz bacım dadlı yeməklər bişirirdi. Bir də burada bir şeyə fikir verirsiniz ki, while'in mənası arkan, ərkən deməkdir. Bu cümləni tərcümə eləyib quyruğuna da while'ı qoşuruz. Bax, mən yatarkən. Anladın mı? Mən yatarkən. Sonra burada when də anda, əndə deməkdir. Jane, indi bax yenə when bunun quyruğuna tərcümə eləyib yapışdırasınız. Lori dildə dedim. Jane qışqıranda. Anladınız mı? Bura qoymursan. Bax, bu hissi elə bil bir-birinə bağlıdır.
Bu hissəni tərcümə edirsiniz, sonra o bir hissəni tərcümə edirsiniz. Və indi keçirik uzlaşma söhbətinə. Baxın, uzlaşmada nəyə fikir verirsiniz? Bunu sadəcə əzbərləmək lazımdır. Baxın, while-in uzlaşmalarından başlayırıq. While-in 2 dənə uzlaşması var. Baxın, while-in past continuous-dan çox gözəl bir dostluq münasibəti var. Özünün sağında da, solunda da past continuous işləyə bilər. Burada da vermişəm. The birds were singing songs while the sun was shining. Günəş parlayarkən quşlar mahnı oxuyurdular. Deməli, keçmiş davam edici, keçmiş davam edici. Və yaxud da biz while-i burada keçmiş davam edici götürüb, burada past simple-la uzlaşdıra bilərsən. Yəni, burada were singing-in yerinə sang qoysan, keçmiş zamanda qoysan, cümlə yenə düzdür. Anladın mı? Çünki while özündən sonra keçmiş davam edici alanda, burada keçmiş davam edici ilə də uzlaşa bilər. Keçmiş sadə ilə də uzlaşa bilər. Bu düsturla bu düsturdur bu. İndi gəlin bura baxaq. Bax, burada var. While-dan sonra nə vermişik? Həmişə keçmiş davam edici verirsən. Burada nə vermişəm? Past simple vermişəm, elə. Deməli, keçmiş davam edici past simple. Başqa nə ola bilərdi? Bura keçmiş davam edici olub, bura past simple da ola bilərdi də. Past continuous da ola bilərdi. Yəni, burada was cooking da qoysan düz olar. Yəni, bura keçmiş davam edici və yaxud da keçmiş davam edici, keçmiş sadə, cooked. Keçirik when-in uzlaşmasına. When-də əksinədir. When həmişə özündən sonra past simple alır. Bunu qulağınıza sırğa eləyin. When həmişə past simple, while da həmişə past continuous alır. Nə oldu? When past simple aldı, while past continuous aldı. When past simple alanda past continuous-dan uzlaşdı. Əks tərəfində ha. When-dən sonra past continuous gələ bilməz. Past continuous while-dan sonra gəlir. Və burada when-də bir şey ümumiyyətlə yadda saxlayın. Bütün when-in uzlaşmalarında siz öyrənəsiniz ki, when bax özünə sonra past simple alanda. Bu yazıq past simple burada çox zamandan uzlaşır. Bax, burada past simple ala bilər. Past continuous ala bilər. Past perfect ala bilər. Future in the past ala bilər. Yəni, bura pastdırsa, burada olanlarda da baxın pastlıq var. Pastla past uzlaşır. Deməli, burada bizə lazım olan nə oldu? When ilə while-in uzlaşması. While-dan sonra past continuous gələr. Bu bir tərəfdə. Past continuous, bax, burada da saxlayın. Bax, bu hissə eynidir də, ikisində də. Burada past continuous gəlibsə, burada past simple da gələ bilər, past continuous da gələ bilər. Amma while özündən sonra past simple, əks tərəfdə past continuous istəyir. Baxın, burada cümlələr var. Bunları dayandırıb özünüz bir-bir baxarsınız. Bax, məsələn, while var, görürsünüz ortada. While-in demək ki, burada bağışlayın. Burada while-in demək ki, uzlaşması var. While-dan sonra nə gələ bilər? Keçmiş davam edici, keçmiş davam edici. Eləmi? Düzgündür. Və yaxud da necə ola bilər? Bura keçmiş davam edici, buranı keçmiş sadədə də qoya bilərsən. Was cooking da qoya bilərdin, cook da qoya bilərdin. İkisi də düzgündür. Amma burayla işiniz yoxdur, ha. Sonra baxırıq nəyə? Bax, məsəl üçün, burada da uzlaşma yoxdur, burada da yoxdur. When uzlaşması var burada. Gəlin ona baxaq. Bax, when-də burada. When-dən sonra nə gəlib? Keçmiş sadə. Burada nə gəlib? Keçmiş davam edici. Yenə baxın, eyni uzlaşma. When-dən sonra keçmiş sadə, burada keçmiş davam edici. Bir də bir şey yadda saxlayın ki, baxın, burada da yazıbdır. Deyir ki, telefon zəng çalanda mən televizora baxırdım. Burada telefon zəng çalanda, bax, yeni və qısa bir hərəkətdir. Telefon anidən zəng vurur, dayanır. Yeni bir hərəkətdir. Amma uzun hərəkətdir, longest. Televizora baxmağı bu hissə həmişə davam edici olan hissə uzun hərəkət olur, davam edən hərəkət olur. Bəs bu hərəkət davam eləyir, ona görə də adı davam edici zamandır. Burada past continuous-a aid cümlələr var. Bu cümlələrə baxarsınız. Baxın, necədir? He-də was olub, fe'l ing qəbul eləyibdir. Sonra buna baxağın, were-dür, Z-də fe'l ing qəbul eləyibdir. İnkar düzəlində was-dan sonra not qoymuşuq. Baxın, was-un fe'lin sonunda ing-si var. Sonra teacher təkdə was-dan işlənir, ing qəbul eləyibdir. Sonra burada bark sözü var. Bunu yadınızda saxlayın. Bark, bilirsiniz nədir? İtin hürməyi deməkdir. Sonra eyni qaydada, yəni baxarsınız, bu davam edici zamana aid cümlələrdir. İndi bu testi özünüz işləyin, uzlaşmadır. İndi mən cavabları sizə hazır şəkildə verirəm. Tamam, baxağım. Birincidə, baxıram ki, burada bax qızlar, when var. Özünüzü qorxutmayın. When-dən sonra nə gəlirdi? Past simple. Burada nə gəlirdi? Past continuous. Past continuous hardadır? Buradadır. Baxırıq bura. When var. When-in bu biri tərəfində nə gəlirdi? Past continuous. Bəs özündən sonra past simple olur. Came. Baxıram bura, when var. When-dən sonra nə gəlib? Past simple. Burada nə olmalı? Past continuous. Budur. Sonra baxıram bu birisinə. When
When özündən sonra nə istəyirdi? Past simple, burada past continuousdur. Burada past simple, went. When özündən sonra nə istəyirdi? Past continuous yoxsa past simple? Past simple. Baxıram bura, when. Sağı da solu da boşdur. Özündən sonra nə istəyir? Past simple, burada past continuous. Hansı cavabdadır? Past simple, past continuous. Cavab bax budur. Baxıram yenə when. Past simple bura qoyursun, past continuous'u bura qoyursun. Baxırıq, bax, past simple, past continuous. Budur cavab. When var. When-dən sonra nə verib? Keçmiş sadə ilə. Burada nə verməlisən? Orada past continuous verməlisən. Bax, budur. Boz qabağa keçib sual olduğu üçün. Çünki what bayaq mən sizə izah eləmişdim. Xüsusi sual cümlələrində özlərindən sonra köməkçi feil alır. Was ona görə qabağa keçir burada. Burada when. Özündən sonra nə alıb da? Past simple. Burada nə olmalı? Past continuous. Bax, budur. Burada when. Özünə qabaq nə alıb? Past continuous. Burada nə olmalı? Past simple. Bu da budur.